Şir bürcünü tanıdığını sanırsan, hələ onun iç dünyasını görməmsən. Şir bürcü adını eşidən kimi çoxlarının ağlına ilk gələn, diqqət sevər və iddialı xarakter olur. Amma bu bürcün iç dünyasını tanıyanlar bilirlər ki, şir təkcə parıltı deyil, o içində alov gəzdirən bir enerjidir. Günəşdən güc alan şir işıq saçır. Amma bu işıq yaşamaq üçün lazımdır, göstərmək üçün yox. O hər zaman enerjilidir. Çünki enerjisiz qalanda özünü itirdiyini hiss edir. İnsanlar bəzən onun özünə inamını ego sayır. Amma bu inam illərlə qurduğu bir müdafiədir. Çünki şir içindəki zəifliyi göstərmək istəmir. O, ağrını tək yaşayır, amma dünyaya gülümsüyür. Şir çox səxavətlidir. Sevəndə bütün qəlbi ilə sevər. İnandığı adama hər şeyini verər. Amma xəyanət gördükdə etibarını bir daha əvvəlki kimi qura bilmir. Çünki etibar onun üçün hər şeyin başlanğıcıdır. Bəzən insanlar şiri diqqət istəyən kimi görür. Amma onlar anlamır ki, şir diqqət istəmir, sadəcə varlığının dəyərini hiss etmək istəyir. O görən göz, duyan ürək istəyir. Şir bürcü tək qalmaqdan qorxmur, amma unudulmaqdan xoşlanmır. O mərkəzdə olmaq üçün yox, sevdiyi insanların həyatında dəyərli olmaq üçün çalışır. Amma bunu az adam başa düşür. Ona görə də şir çox vaxt sükuta çəkilir, görünür. Amma danışmadan danışır. Bu bürcün bir qəribə tərəfi də var. O nə qədər güclü görünsə də, içində çox dərin bir həssaslıq gizlənir. Sözlə toxunmaq bəsdir ki, içində nəsə sarsılsın. Amma bu sarsıntını heç kim görməz. Çünki şir heç vaxt zəif görünmək istəməz. Amma onun ən güclü cəhəti yenidən doğulmaq bacarığıdır. Şir yıxıla bilər, amma bir gün durub elə bil heç nə olmamış kimi yenə parlayar. O günəş kimidir, batır, amma hər dəfə doğulur. Şir bürcü insanı unudulmur. O kimin həyatına daxil olanda sadəcə bir iz qoymur, təsir buraxır. Əgər sən şiri tanımırsansa, onu tənqid etmə. Çünki onun parıltısının arxasında çox vaxt səssiz bir mübarizə dayanır. Bu videonu izləyirsənsə və düşünürsənsə ki, bəli, tanıdığım şir belədir, onda aşağıda yaz. Şir parlayır, amma içdən. Görək neçə nəfər bu enerjini tanıyır. Və əgər belə dərin mövzular səni maraqlandırırsa, abunə ol. Çünki növbəti videoda şir bürcünün gizli tərəfini, qorxularını, motivasiyasını danışacağıq. Şir bürcü sadəcə bir bürc deyil. O yaşayan bir enerjidir. Varlığı ilə dəyişir, hissi ilə təsir edir və hər dəfə sükut içində belə dünyanı işıqlandırır.